Aha, futbolda qovulan oyunçunun yerinə oyunçu girir, fərqli müəllim. Xeyr. Girmirdi. Futbol belə deyək də sizə qalibə məğluba verilən xalımız Qalibə 3, məğluba 0. hansı standart vəziyyətlərdən birbaşa qol qeydə alınmırdı? Hansı standart vəziyyətlərdə birbaşa? Hansı standart vəziyyətlərdə birbaşa qol qeydə alınmır? Yandan, Mübahisəli topdan sərbəst bir də mübahisə. yandandır. Mübahisəli topdur, bir də sərbəst zərbədir. Bu üçündən birbaşa qol qeydə alınmır. Mübahisəli topdan hər iki komanda neçə metr məsafə gözləyir? 4 metr. 4 metr. Yan xəttdən atılan topdan rəqib neçə metr məsafə gözləyirdi? 2 metr. Aha, yan xəttdən isə 2 metr məsafə gözləyirdi. Futbolda qovulan oyunçunun yerinə bayaq dediniz oyunçu girir, girmir? Xeyr, girmir. Girmir. İki komandaya maksimum neçə kart verərsiniz xeyrə qarşı? 2 komandaya maksimum 9. 9 minimum. Minimum isə 6 kart verərdiniz. Yaxşı. Belə deyək də müəllim sizə baş hakimimizin varın qərarına etiraz eləmə şansı vardı. Bəli, var. Futbolda birbaşa qırmızı vərəqə zamanı vara müraciət eləmək olur. Birbaşa qırmızı vərəqə zamanı. Bəli, bəli. Birbaşa qırmızı vərəqə zamanı vara müraciət eləmək olardı. Aha. Bəli, 4 halda var. Hə. Aha. Sonra futbolda belə deyim, nə müəllim sizə futbolda ehtiyat oyunçuya kart verə bilərsiniz. Bəli. Verə bilərsiniz.